Değerli ikizler güçleri, hər birinizi salamlayıram. Bugün sizler için ben iyun ayına olan prognozu söyleyeceğim. İyun ayında bizleri neler gözlüyor, biz ikizleri. Ümumiyyətcə, Saturn ve Neptun 84 yıl bundan önce hayatımızda olub. Şimdi kimlere Allah uzun ömür versin, kimler ki yaşayıbsa, bunları görübsə, kimi 85-86 yaşlarındadır, 85'ten yukarıdır. Onlar bunu yeniden yaşayacaklar ikinci kere. Ve ikizler için büyük değişiklikler olacak. Bu ümumiyyətcə təkcə iyun ayı değil. İyun, iyul, avqust ayı, bu 3 ay ərzində büyük değişiklikler olacak. Müsbətə doğru. Yani 380 derece bu ikizler için değişiklik olacak. Yaxşı mənada və hatırlayabilirsiniz. Neptun ümumiyyətcə 14 il bundan öncəni bizə xatırladır. 14 il bundan öncə nələr baş verir, nələr olub. Onların oxşarını yaşayıblarıq, amma tamamlamaq şərtilə. Bəziləri evli olub, boşanıb bunu tamamlayacaqlar. Bəziləri hansı işi görüblər, o vaxt yarımçıq qalıb, o işləri görüb tamamlayacaqlar. Bəzi ikizlər ümumiyyətcə kimisə toy olub, ya bacısının, qardaşının xeyir işi olub. Bu səfər özləri üçün və yaxud uşaqları üçün olacaq. Yəni bu kimi dəyişiklik olacaq, yaxşı mənada. Keçək iyun ayına, iyunun 7-sindən, ikizlər üçün iyunun 7-sindən Veneradır. Venera gözəllikdir, Venera sağlamlıqdır, incəlikdir. Və ümumiyyətcə Venera bilirdinizdə, köhnələri aparır, çirkabları aparır, yaxşıları saxlayır, yeniləri saxlayır. Və ümumiyyətcə ikizlər bürcü üçün Neptun, Saturn, bunlar yenilikler getirəcək. Ümumiyyətcə Saturnla Neptunun birləşməsi dediyim kimi 84 il bundan öncə olub, böyük dəyişikliklərdir bunlar. Kimiləri ikizlər yeni evə köçəcəklər, yeni ev alacaqlar, gözlənilmədən böyük bir perspektiv olacaq, yeni layihələr olacaq, iş, biznes, finans. Bunlar çox möhtəşəm planetlərdir, dördü bir arada. Mars, Saturn, Jupiter və Venera. Amma bunlar lənk fırlanır. Lənk fırlandıqca da bizə xeyri var. Çünki nə qədər lənk fırlanarsa, nə qədər də asta fırlanarsa bizim üçün o qədər yaxşıdır, möhkəm olur. Ümumiyyətcə, ikizlər üçün 7-si, 8-i, 9-u, 10-u yaxşı xəbərlər alabilir. Ümumiyyətcə, bəzi ikizlər gücləri söylədiyim kimi 7-sindən 11-nə qədər yaxşı xəbərlər ala bilərlər. Övladlarının imtahandan keçməsi və yaxud da ki, kiminsə işə girməsi, qəbul olması, nailiyyətlər, əməyinin boşa çıxmaması, yəni buna sevinə bilərlər. 11-i dolu aydır Polnoluniyada. Polnoluniyada da bol ruzi vərəkət, pul çıxır, maddiyyət. Ümumiyyətcə, ikizlər üçün maddiyyət çox yüksəkdə olacaq. Bu 3 ay, 4 ayı. Ən əsas da bax, indidən başlayır. Yəni, böyük finans iş ola bilər. Yəni, iş təklif ala bilərsiniz və yaxud kiminsə evində işləyə bilərsiniz. Amma dahi belə bütün gün hambalçılıq işləri yox. Qısa bir iş saati, kömək, amma böyük məbləğ. Və ümumiyyətcə, ikizlər gücləri üçün 11-i Polnoluniyadan sonra, dolu aydan sonra 15-i, 18-i, 20-si ərəfələri komfort çıxır, dincəlməyə çıxır, harasa istirahətə gedə bilərsiniz, ana evinə, ata evinə və yaxud da ki, harasa otelə gedə bilərsiniz, istirahət, kimlərlə, qrup şəklində və yaxud hazırlaşa bilərsiniz yola, səfərə, qrup şəklində. İkizlər güclər üçün böyük maddiyyatlar çıxır. Kimsə ola bilər sizə borcludur, borcunu verər və yaxud kimsə sizə pul təklif edər. Gəl pul qoyaq, birgə işləyək, bərabər işləyək, hansı ki, sizin də özünüzün xeyriniz ola bilər. Yəni bir çox şeylər ola bilər. Burada böyük nüanslar var, pul, maddiyat. Və ikizlər gücləri sizlər üçün, yəni dolu ayda söylədiyim kimi finans, maddiyat var, böyük rol oynuyor və ümumiyyətcə ikizlər gücləri üçün yeniliklər olacaq. Evdə artım ola bilər. Məsəl üçün, nəvənin gəlişi ola bilər və yaxud kimsə misafir ola bilər, gəlsin, uzun müddətli qalsın. Amma ürəyiniz istəyən insanlar və yaxud da ki, ola bilər kiminsə qızınızın, oğlunuzun övladı olsun, nəvə olsun və yaxud övladınız ola bilər, hamilə qala bilərsiniz. Yeni insan, yeni qrafik, yatmaq, durmaq, hərəkət eləmək. Yəni, yeni qrafika keçəcəksiniz bəziləriniz, ikizlər gücləri.
ümumiyyətlə təzə ayda da 25-də də, yəni 11-dən 25-də də böyük dəyişikliklər olacaq sizdə. Yenə söyləyirəm, harasa gedə bilərsiniz. Hardasa çevrənizi artıra bilərsiniz, dostlarınızın, tanışlarınızın sayı arta bilər, çevrə, dost, tanış, qohumlar və yaxud çoxdan görüşmədiyiniz qohumlarla görüşə bilərsiniz və onların da çevrəsindən tanış ola bilərsiniz. Bax, bu kimi. Bəzi əkizlər, gücləri ümumiyyətcə nələrisə yerindən dəyişəcək. Ola bilər bu divarı sökər, başqa divar tikər və yaxud bu evin qapısını burada bağlayar, digər tərəfə tikər və yaxud ümumiyyətcə bu sənəti buraxar, başqa sənətə keçər. Bəzilər religiyalarını dəyişəcəklər, bir dindən digər dinə keçəcəklər və ümumiyyətcə əkizlər gücü üçün bu da çıxa bilər. Kiminsə evdən gedişdir. Ola bilər kimsə ailə həyəti qurar, köçüb gedər və yaxud kimsə başqa xarici ölkəyə gedər, yəni kimsə yola salarsa, yolculuq edərsiniz, sanki hazırlaşırsınız buna və ümumiyyətcə iyun ayının 27-si, 25-i, və ümumiyyətcə iyun ayının 25-dən 28-nə qədər ümumiyyətcə bu Merkuri də öz yerini dəyişir. Burada yenə deyirəm, qohumlar ola bilər, uzun zaman görmədiyiniz tanışlar, tanıdığınız adamlar, çevrə artar, kimlərləsə harasa gedərsiniz. Ümumiyyətcə, bəzilərinə başqa ölkədə yaşamaq çıxır, bəzilərinə viza almaq və ya vətəndaşlıq almaq çıxır. Çox dəyişikliklər var. Ümumiyyətcə, hər bir gücə aiddir dəyişikliklər və Neptundur, Yupiterdir, Saturndur, Marsdır. Bunların hər biri çox ağır moşunlu planetlərdir. Amma çox ağır olsa da belə, ləng geçsələr də belə bizim üçün faydası var. Çünki çox möhtəşəm, çox uzun müddətli, möhtəşəm, sütunlu olacaq bunlar. Hər birinizə dəyərli ikizlər, bol şanslar arzu edirəm və bu arada da bir neçə günlər bundan öncə doğum günlərini qeyd edən ikizlər güzlərinə can sağlığı arzu edirəm, bol şanslar, nailiyyətlər arzu edirəm. Hər zaman var olasınız və heç zaman yoxdan eynində qalmasınız, necə edin, söz bilməyəsiniz. Hər şey asanlıqla gəlsin həyatımıza. Sağlıq,